Salam, hər vaxtınız xeyir olsun. Əziz izləyicilərimiz, sizləri salamlayıram Şuvalandan. Tramplinlər küçəsi, tanınmış tramplinlər küçəsi. Dənizə 500 metrlik məsafədə. 2 ilin evidir, baxın, bu ev 2 ilin evidir. Amma bu evdə heç vaxt yaşayış olmayıb, əzizlərim, heç vaxt. Tərtəmiz, əşyasız durur burada. Çox gözəl, qəşəng, səliqəli qalıb, təmiz 4 sotun içərisində inşa olunub. Həyətində açıq söhbətgah var. Açıq söhbətgah var. Söhbətgahın daxilində manqal inşa olunub, 6 dolablardır. Söhbətgahın qarşısındakı, içəridəki gördüyünüz mətbəx otağıdır. Mətbəx otağı, ümumi giriş qapısı. Qonaq otağı ilə ümumi giriş qapısının yanında geniş, böyük bir burada verandası var. Qonaq otağının qarşısında gördüyümüz kimi görürsünüz. Burada 4 metrənin 8 metrəyə olan tam işlək vəziyyətdə, hal-hazırda işlək vəziyyətdə olan hovuz inşa olunub. Yaşıllığı görürsünüz. Torpağın da evində kubçası var. Bugün operatorlarım yoxdur. Hamısı iş-güc adamıdır, işdədirlər. İstədim bu evi tək özüm çəkeyim, sizlərə təqdim eləyim. Bilmirəm necə çıxacaq, amma çalışıram ki, burada nə varsa hamısını çəkim, sizlərə təqdim eləyim. Evin qiyməti bugünkü gündə start olaraq 270 min manatdır. Bir daha söyləyirəm, evdə heç vaxt yaşayış olmayıb, təmiz 4 sotun içərisində inşa olunub. Evin arxa hissəsinə bütöv olaraq fırlanmaq olur. Burada isə həyət üçün nəzərdə tutulmuş sanitar qovşağı var. Burada açmayacağım, inşallah siz gələndə görəcəksiniz. Bütöv olaraq arxanı da göstərim sizlərə. Sonra keçəcəm evin ön hissəsinə, kombi dolabımızdır. Gəlin belə eləyək, buradan fırlanım ələ, gedim düz evin ön hissəsinə. Oranı da görəsiniz. Tərtəmiz, maşallah, çox qəşəng, gözəl. Hər tərəfində yaşayış var. Qazı, suyu, işığı, interneti, hamısı daimidir. Bugün belə bir çəkiliş elədim. Görüm necə olacaq. Bunu YouTube'da inşallah paylaşacaq. YouTube kanalında olan bizləri izləyən müştərilərimizi bir daha salamlayıram. Hər kəsə çoxlu-çoxlu salam deyirəm. İnşallah sizlərlə bu həyətdə, bu evdə görüşmə ümidi ilə bu çəkilişi eləyirəm. Mənə elə gəlir ki, bu ev sizə maraqlı olacaq. İndi isə keçirəm birbaşa evin daxilinə. Birbaşa daxilinə inşallah. Evin içərisinə keçən kimi dəhliz. Dəhlizdə belə bir asılqan var. Bunun arxasında yerləşir evin mətbəx otağı. Həyətdən də görünür. Gördüyünüz kimi mətbəx mebeli hamısı yığılıb. Qaz sobası, aspiratoru, su hövzəsi, həyətə baxan şəbəkə, pəncərə. Ev bütöv olaraq isti döşəmədir. Geniş, böyük bir qonaq otağı var. Gördüyümüz kimi çox işıqlı, qəşəng, böyük bir qonaq otağıdır. Ev bütöv olaraq isti döşəmə ilə təmir olunub. Çox qəşəng, çox səliqəli bir evdir. Bir daha söyləyirəm, bu yağışlarda, qarda, istidə, gündə bu evə demək olar ki, heç nə olmayıb. Gördüyünüz kimi tərtəmizdir, tərtəmiz. Maşallah olsun. Kim alacaqsa Allah xeyir versin. Kim alacaqsa. Ümumi girişdə geniş, böyük bir burada sanitar qovşağı var. Bu ümumi sanitar qovşağıdır. Bir dənə sanitar qovşağı həyətdə var. Bir dənə burada var. Bir dənə də yataq otağında var. Göstərəcəm sizə. Ümumi təzədən bir dənə dəhliz başlayır buradan. Burada da 3 dənə yataq otağı yerləşir. Keçək birinci başdakı yataq otağını sizlərə təqdim edeyim. Başdakı yataq otağıdır. Hansı ki, bu yataq otağının daxilində sanitar qovşağı mövcuddur. Yataq otağına aid olan sanitar qovşağı var. Qaldı evin daxilində 2 yataq otağı. 2 yataq otağında sizlərə təqdim edeyim. Bir daha söyləyirəm, inşallah sizlərlə burada görüşmə ümidi ilə ayrılacağım. Bu da ikinci yataq otağı. Çıxırıq buradan, sonra keçirik 3-cü yataq otağına. Bu da 3-cü yataq otağı.
Dəyərli izləyicilərimiz, bilmirəm, bu birinci dəfədir. Mən belə bir təqdimat elədim, tək çəkdim bunu. Sizlərə tək təqdim elədim. İnşallah sizlərlə görüşmək ümidi ilə burada sizdən ayrılıram. Bir daha söyləyirəm, Şuvalan Tramplinlər küçəsi 4 sot 270 min manat start olaraq qiymət. Çox səliqəli evdir. Təşəkkür edirəm sizə. İnşallah sizinlə görüşmək ümidi ilə ayrılıram. Abunə olmağı, like eləməyi unutmayın.